birinizi salamlayıram dəyərli müdavinlər, abituriyentlər və şagirdlər. Bugünkü YouTube izlət videomuzun mövzusu Azərbaycan xilafətin tərkibində mövzusudur. Olduqca geniş bir mövzu olduğuna görə yanınıza qeyd dəftərinizi, çayınızı və səri götürün və keçək YouTube izahımıza. Qeyd etdiyimiz kimi Azərbaycan xilafətin tərkibində bilirik ki, Ərəb dövləti yarandıqdan xeyli sonra İslam bayrağı adı altında işğalçılıq müharibələrinə başlamışdı və təbii ki, bu işğalçılıq müharibələrindən biz də yan keçməmişdik. Bəs bizə gələnə qədər hansı hadisələr baş verir? Ərəblər 633-cü ildə Sasanilər üzərinə hücum edir. Biz də bu illərdə 633-cü ildə Albaniya dövləti başlığı altında Sasanilər hakimiyyəti altındayıq. Yəni asılıyıq Sasan dövlətindən. Albaniya olaraq Sasan dövlətindən asılıyıq. Və Albaniyada da hakimiyyətdə Varaz Qriqordur. Təbii ki, Varaz Qriqor nə etməlidir? Sasanlərdən asılı halda olduğu üçün ona kömək etməlidir. Kömək edir Varaz Qriqor. Kömək etməlidir Sasanlərə və edəcək. Varaz Qriqor öz oğlu Cavanşiri kömək məqsədi ilə göndərir Sasanlərin yanına. Bu zaman Sasanlərlə Ərəblər arasında müəyyən döyüşlər baş verir. Hansı döyüşlərdir? 636 Kadisiya, 637-ci ildə Ktesfon döyüşləri baş vermiş olur. Kadisiya döyüşündə Ərəb ordusu qalib gəlir. Ərəblər qalib gəlir. Həmçinin Ktesfon döyüşündə də ərəblər qalibdir. Lakin Kadisiya döyüşündə Cavanşirin göstərdiyi şücaətə görə Sasani hökmdarı ona türklər demiş ödülləndirir, yəni mükafatlandırır. Bir dənə nüansı diqqət edir. Cavanşir burada qətiyyətlə hökmdar deyil. Cavanşir burada sadəcə sərkərdədir. Yəni bilirsiniz, tarixdə hökmdar və sərkərdə anlayışları xeyli əhəmiyyətli bir cümlədir. İndi bəs bu hadisələrdən sonra ərəblər hansı istiqamətdə irəliləyəcəklər, onlara baxaq. Bu hadisələrdən sonra 639-cu ildə Qəzvin şəhərini tutan ərəblər Azərbaycanın cənubuna doğru irəliləyəcəklər. 639-cu Qəzvin tutulur və bundan sonra 642-ci ildə Nəvahənd və Həmədan tutulur və bundan sonra onlar Ərdəbilə doğru irəliləyirlər və burada Ərdəbil ərazisində 643-cü ildə İsfəndiyarla bir müqavilə bağlanır. Ərdəbil hakimi İsfəndiyarla 643-cü il İsfəndiyarla müqavilə. Bu müqavilənin şərtləri nədir? Ərəblər əhalinin dini inancına, əmlakına və s. toxunmayacaqdır. Həmçinin Azərbaycanlılar, yəni Albaniya əhalisi deyə konkret, Albaniya əhalisi öz imkanları daxilində cizyə vergisi ödəməlidirlər. Yəni bu müqavilənin də şərtləri bundan ibarətdir. Bəs sonraki hadisələrdə nələr olur? İndi keçək ora. 643-cü ildə baş vermiş Cərmidan döyüşündən sonra ərəblər Azərbaycanın şimalına doğru irəliləyir. 643-cü ildə Dərbəndə gəlib çatırlar. Burada Şəhriyarla müqavilə bağlayırlar. Şəhriyarla bağlanan müqavilənin şərtlərinə görə Dərbənd əhalisi vergilərdən azad olur. Lakin vergilərdən azad olmasına baxmayaraq, niyə vergilərdən azad olur? Dərbəndin müdafiəsində yaxşı durduqlarına görə və qarşılığında da orduya xidmət edirlər. Yəni yaxşı şücaət göstərdiklərinə görə gedib orduda xidmət edirlər. Əslində burada bizə qarşı onların heç bir güzəşt yoxdur. Bu arada Dərbəndə gəlməmişdən qabaq da Xəzərlərlə qarşılaşacaq ərəblər 643-cü ildə tərəflər arasında 1-ci Bələncər döyüşü baş verəcək. Onu isə ardıcıllığı pozmamaq üçün Xəzər-Ərəb müharibələrində danışacağım. Və bundan sonra 644-cü ildə ərəblər Muvana gəlir. Lakin Muvan əhalisi güclü müqavimət göstərir. Bəs bu zaman kəsiyində Albaniyada nələr baş verirdi? Bilir ki, Albaniyada Mehranilər sülaləsi hakimiyyətdə idi 630-cu ildən etibarən və Varaz Qriqor hakimiyyətdə idi. Lakin Varaz Qriqor 642-ci ildən etibarən oğlu Cavanşir hakimiyyətə gətirir. Cavanşir hakimiyyətə gəldikdə onun qarşısında 3 dənə əsas qüvvə var. Biri Bizansdır, biri Xilafətdir, biri isə Xəzərlərdir.
Aha, 3 dənə əsas qüvvəsi var. Demək, Cavanşir bunlara qarşı mübarizə aparmaq məcburiyyətindədir. Təbii ki, üçünə bir yerdə mübarizə apara bilməz. Ona görə də ağıllı bir siyasət həyata keçirəcək. Xilafətə qarşı Bizansla yaxınlaşacaq. Xilafətə qarşı Bizansla yaxınlaşacaq. Yəni 654-cü ildə Bizans sarayına gedəcək və onlarla müqavilə imzalayacaq. Və orada Cavanşirin şücaətinə görə ona İsa'nın xaçını və s. də hədiyyə edəcəklər. Yəni Bizansla müttəfiq olacaq. Sadə düşmənə qarşı, yəni tam anlamda belə bir müttəfiqlik nəzərdə tutmuyor. Bəs Xəzərlər, bu arada Xəzərlər Azərbaycana hücum edir. Hətta Cavanşir ilə onların arasında 662-ci ildə Kürçay sahili döyüşü baş verir. Kürçay sahili döyüşündə Cavanşir qalib gəlir və Xəzər şahına deyir ki, get Çoladan o tərəfə keç və bu tərəfə qayıtma. Çola deyəndə Dərbənd nəzərdə tutulur. Sonralar isə Xəzərlər yenidən Azərbaycana hücum edir və Azərbaycanı talan edirlər, qarət edirlər. Cavanşir bu qarətlərdən canını qurtarmaq üçün Xəzər xaqanının qızı ilə evlənir, yəni nikah diplomatiyasını əl atır və bununla aparılmış əsirləri, mal-qaranı geri qaytarır və Xəzərlərdən asılı vəziyyətə düşüb onlardan xərac ödəmək məcburiyyətində qalır. Sonralar isə xilafətin gücləndiyini görərək, artıq xilafətlə nə edəcəyini düşünərək bu səfər də xilafətin yanına gedir və 667-ci ildə Dəməşqdə xəlifə ilə görüşür. Xəlifədən asıllığını qəbul edir və xəlifə Cavanşirin müstəqilliyinə toxunmur. Yəni Cavanşir bütün bunlarla nəyə nail olmuş olur? Dövlətin müstəqilliyini qoruyur. 3 dənə belə desək ki, güclü bir qüvvədən özünü qorumuş olur. Yəni dövlətini günü-gündən gücləndirir. Lakin Cavanşirə 681-ci ildə Bizans-pərəst qüvvələr tərəfindən sui-qəsd təşkil olunur və Cavanşirdən sonra hakimiyyətə qardaşı oğlu Varaz Tridat gəlir. Varaz Tridat hakimiyyətə gəlir, lakin onun da hakimiyyəti çox çəkmir və 705-ci ildə Varaz Tridatı və ailəsini ərəblər məhv edirlər və bundan sonra Albaniya dövləti 705-ci ildə süquta uğramış olur. Bu oldu bizim Albaniya və Sasani münasibətlərimiz. Bəs Ərəb-Xəzər münasibətlərində nələr var? Yəni bu dərsi oxuyanda siz kitabda bir də Ərəb-Xəzər müharibələrini görəcəksiniz. Mən bunu sistemli şəkildə olsun deyə birinci Albaniyadan və Sasanilərdən danışdım. İndi isə gəlin ərəblərlə Xəzərlərin müharibəsinə baxaq. Yəni sistemli şəkildə. Davam edirik Xəzər-Ərəb müharibələrindən. Yəni bu dərsimizin bir hissəsi də Xəzər-Ərəb müharibələri. Azərbaycanda həm Sasanilərin, həm Albaniyanın hakimiyyəti olduğu bir dövrdə yetməzmiş kimi bir də Xəzər-Ərəb müharibələri başlayır və Xəzərlər və Ərəblər Azərbaycan uğrunda mübarizə aparırlar. Tərəflər arasında 643-cü ildə 1-ci Bələncər döyüşü baş verir. 1-ci Bələncər döyüşündə Xəzərlər qalib gəlir, Ərəbləri məğlub edirlər. Bu döyüşdən 10 il sonra 653-cü ildə isə 2-ci Bələncər döyüşü baş verir. Bu döyüşdə yenə də Xəzərlər qalib gəlirlər. Yəni ərəblərin Bələncər şəhərini tutmaq istəməyi puç olur. Ərəblər 722-ci ildə sadəcə Bələncəri tuta biləcəklər. Ərəblər Bələncəri ərəb tutur. Belə yazaq. Yəni 643-653 döyüşləri Bələncər şəhəri uğrunda gedirdi. Lakin iki döyüşdə də ərəblər məğlub olaraq Bələncəri tuta bilmirlər. Ərəblər Bələncəri bir də 722-ci ildə tutacaq. Tərəflər arasında növbəti döyüş 731-ci ildə Savalan dağı yaxınlığında olan döyüşdür. Burada da Xəzərlər qalib gələcək və bu döyüşdən sonra Xəzərlər Diyarbəkir və Mosulu tutacaq. Mosul tutulur. Savalan dağı yaxınlığındakı döyüşdən sonra bir də bizim Hilat yaxınlığında bir döyüşümüz baş verir. Van göl ətrafında baş verən bu döyüşdə ərəblər Xəzərləri bir güclə də olsa dayandıra bilirlər və bu hadisələrdən sonra Xəzərlər tamamilə Azərbaycandan sıxışdırılır və çıxarılır. Yəni Xəzərlə müharibələrinin nəticəsində Xəzərlər Azərbaycanı tərk edir. Bu da oldu bizim Xəzər-Ərəb müharibələri. İndi isə keçirik Ərəb dövləti ilə birbaşa bağlı olan Xürrəmlər başlıqlı mövzuya. Yəni bir növ biləcək ki, ərəblərin davamıdır. Əməvilər sülaləsinin sonuna yaxın, Abbasilər sülaləsinin gəlməsinə yaxınlaşarkən Əməvilər
vergi siyasətində xeyli dəyişiklik edirlər və buna görə də onlara qarşı üsyanlar baş verir. Birinci üsyanımız 748-752-ci illərdə Beyləqanda baş verən müsafir üsyanıdır. Lakin bu üsyan yatırılır. O qədər də çox bir nəticəsi olmuş. Növbəti bizim üçün belə zəlzələli olan üsyan hansıdır? 778-ci ildən başlayıb 837-ci ildə bitən Xürrəmlərdir. Xürrəmlər hərəkatının mənası, yəni Xürrəmi demək şad firavan deməkdir. Onlar öz şadlıqlarını, firavanlıqlarını sübut etmək üçün daim şəkildə qırmızı rəngdə geyim geyinirdilər. Və Xürrəmlərin ilk çıxışları 778-808-ci illərdə olur. İlk çıxışlar. Və bu çıxışlara Əbu İmran və Cavidan rəhbərlik edir. Və Cavidandan sonra hakimiyyətə bu hərəkatın ən görkəmli nümayəndəsi olan Babək gəlir. Babək hərəkata rəhbərlik etdikdən sonra xüsusən ordunun güclənməsinə böyük bir vaxt sərf etmişdi və bundan sonra başlamışdı xilafətlə açıq döyüşlərə girməyə. Birinci bu döyüşləri yazaq. Xürrəmlər dərsində ən çox əsasən bizə onsuz illər və döyüşlər və nəticələr lazımdır. Tərəflər arasında birinci döyüş 819-cu ildə baş verir. Bu ilk nizami ordu ilə olan döyüşdür. Və burada Xürrəmlər qalib gəlir. Və Sunik, Arsaq, Beyləqan kimi vilayətləri ərəblərdən azad edirlər. Növbəti tərəflər arasındakı döyüş 829-cu ildə baş verir. Bu birinci Həşdad sər döyüşüdür. Bu döyüşdə də Xürrəmlər qalib gəlir. Xürrəm qalib. Və birinci Həşdad sər döyüşündən sonra 830-cu ildə birinci Həmədan döyüşü baş verir. Burada yenə Xürrəmlər qalibdir. Tərəflər arasındakı növbəti döyüş 833-cü ildə ikinci Həmədan döyüşüdür. İkinci Həmədan. Burada Xürrəmlər tarixdə ilk dəfə məğlub olur. Bütün bu hadisələrə baxan xilafət düşünür ki, neynəsin? 830, buranı artıq silirəm. 835-ci ildə xilafət öz ordusuna Afşin titullu bir türk sərkərdəsini gətirirlər. Əsl adı Heydər ibn Kavusdur və onu öz qoşunlarına rəhbər gətirirlər. Afşin hakimiyyətə gəldikdən sonra, daha doğrusu orduya komandan gəldikdən sonra Babəkə qarşı müəyyən tədbirlər həyata keçirir. Babəkin Bəlcəki iqamətgahı yerləşir Bəz qalasında. Afşin öz iqamətgahını köçürəcək Bərzənd qalasına. Bu da Bəz qalasının yaxınlığında olan bir qaladır və öz kəşfiyyatçılarını Babək yanına göndərəcək, Babəkin adamlarını uğurlayacaq və onlardan Babəkin sirlərini almağa çalışacaq. Hətta Babəkin oğlunu da əsir götürürlər və ondan bir məktub göndərirlər atasına. Babək isə məktubun qarşılığında oğluna yazır ki, 40 il miskin qul kimi yaşamaqdansa bir gün azad yaşamaq lazımdır və oğlunu, belə desək ki, oğlunun istəyini qəbul etmir. Çünki oğlu ondan ərəblərə tabi olmaq istəmişdi. Uzun sözün qısası 835-ci ildə Afşin hakimiyyətə gəlir və tərəflər arasında 836-cı ildə ikinci Həşdad sər döyüşü baş verir. Həşdad sər. Afşin neynəsə də qalib gələ bilmir və Xürrəmlər qalib gəlir. Tərəflər arasındakı növbəti döyüş 837-ci ildə Bəz qalası döyüşüdür. Bu döyüşdə Xürrəmlər məğlub olur, Bəz qalası tutulur və Babək Bəz qalasından qaçır ki, ordu toplayıb geri qaçsın. Lakin 838-ci ildə Babək düşmənlər tərəfindən tutularaq aparılır Samrə şəhərinə və orada öldürülür. Və bununla da Xürrəmlər hərəkatı yatırılmış olur. Baxın, Xürrəmlər hərəkatı Abbasilər dövründə başlayıb, Abbasilər dönəmində bitir. Müsafir üsyanı Əməvilər dönəmində başlayır, Abbasilər dövründə bitir. Xürrəmlər hərəkatı ümumi nəticəsinə görə məğlub olmasına baxmayaraq, xilafətin dayaqlarını xeyli zəiflətmiş,
yəni onları kökündən sarsıtmışdı. Məhz Xürrəmlər hərəkatından sonra xilafətin zəifləməsindən istifadə edən müəyyən dövlətlərimiz olacaq ki, onlar öz müstəqilliyini elan eləyəcəklər.